Allah Taala'nın ən böyük qadağanı nədir? Şirk. İnsanın şirkdən çəkinməsi. Və şirk də nədir? İnsan, yəni, etdiyi ibadətində Allahla birgə başqasını bərabər tutması. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, yəni artıq biz sənə və səndən əvvəlki peyğəmbərlərə vəhy etdik ki, əgər Allaha şərik qoşsan, sənin bütün əməllərin puça çıxar. Və Səhih Buxari və Müslimdə gələn hədisdə, deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşulur ki, su ilə əyyü zəmbi əzam. Deyilir ki, hansı günah daha böyükdür? Hansı günah daha böyükdür? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən təcəalə lilləhi niddən və huvə xalaqaq. Allah səni yaratdığı halda ona şərik qoşmağın. Və deyilir ki, sonra hansı günahdır? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən təqtulə vələdəkə xəşyətə ən yat'amə mə'ək. Övladın səninlə yeməsindən, sənin yeməyindən qorxaraq onu öldürməyin. Və sonra deyilir ki, hansı günahdır? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qonşunun həyat yoldaşıyla zina etməyin. Və Peyğəmbər sallallahu aleyhi ve sellem burada bizə nəyi göstərir? Ən böyük günah nədir? Onu. Günahların ən təhlükəlisini və ən böyüyünü bizə xəbər verir.